Gəlin birlikdə Livgood şirkətinin qazanc planına baxaq. Öncəliklə hər kəsin iki ağacı vardır: qeydiyyat ağacı və matrix ağacı. Qeydiyyat ağacı şəxsi dəvətləriniz və onların dəvətlərindən ibarətdir. Şəxsi qeydiyyatlarınızın hər biri sizin birinci səviyyənizə yerləşir və nə qədər çox qeydiyyat etmək istəsəniz edə bilərsiniz. Çünki bunun üçün heç bir limit yoxdur. Yəni 20 qeydiyyat da etsəniz, hər biri sizin birinci səviyyənizə yazılacaq. Qeydiyyat ağacı 3 şeyi müəyyən edir. 1. Karyer. Qeydiyyat ağacında olan şəxslər sizin karyerinizi müəyyən edir. 2. Dərinlik qazancı. Karyerləri açdıqca 10-cu dərinliyə qədər qazanclar əldə edirsiniz. 3. Matching qazancı. Matrix qazancı isə qeydiyyat ağacında olan və ya olmayan şəxslərin adınızın altında yerləşməsindən yaranır. Matrix ağacı üçün hər kəsin sağ və sol tərəfi vardır. İstər şəxsi qeydiyyatlarınız, istərsə də sizdən yuxarıda olan liderlərin dəvətləri sizin adınızın altında 2-2 xanalara yerləşdirilir. Ənənəvi sistemlərdən fərqli olaraq burada hər kəsin öncə sol tərəfi, sonra sağ tərəfi də olur. Məsələn, bu sizin ikinci səviyyənizdir və siz 4 fərqli qeydiyyat edirsiniz və bunların 1, 2, 3, 4 bu formada sıralanıb sadəcə 2 nəfərin adına düşməsi əvəzinə, ondansa 4 nəfərin hər birinin ilk öncə sol tərəfinə, daha sonra sağ tərəfinə qeydiyyatlar yerləşir. Və matrix ağacınıza düşən hər bir insanın aylıq abunəliyindən $0,25 qazanc gəlir. Yəni hər 4 nəfərdən $1. Olduğunuz karyerə əsasən 12-15 dərinlikdən qazanc götürürsünüz. İndi matrix qazancından əlavə və bizi ən çox qazandıran dəvətlərimizin hər ay matrixdən qazandığı pulun tən yarısını bizə verən matching qazancından danışaq. Və nəyə görə şəxsi dəvətlərimizin sayının artıq olması bizi daha çox qazandırır, buna baxaq. Çünki matrix ağacında harda yerləşməsindən asılı olmayaraq, şəxsən dəvət etdiyimiz insanların aylıq matrix qazancının 50%-i bizə gəlir. Nümunə olaraq göstərək. Birinci şəxs matrixdən $1000 qazanır. $500 dərhal sizə gəlir. İndi deyək ki, şəxsi 10 qeydiyyat etmisiniz və hər birinin matrixdən qazancı $400-dır. Hər birindən $200 qazanc sizə gəlir və bu hələ başlanğıcdır. Çünki siz karyerləri açdıqca sadəcə şəxsi dəvətlərinizdən yox, onların dərinlikdən də matching qazancı gəlir. Yəni nə qədər çox şəxsi dəvət edirsinizsə, o qədər çox referal qazanc, dərinlik qazancı, matrix və matching qazancı əldə edirsiniz. Etməli olduğunuz tək şey isə Livgood imkanları haqqında sadəcə insanlara məlumat verməkdir. Bu qədər sadə.